Salam, hörmətli izləyicilər, xoş gördük hər birinizi. Bugünkü dərsimizdə sizlər üçün Qızıl Ordu dövləti haqqında məlumat verəcəm. Ötən dəfəki mövzumuzda, videomuzda mən söyləmişdim, Böyük Monqol dövlətinin yaranması və süqutu haqqında məlumatlar və Çingiz xan haqqında məlumatlar qeyd etmişdim. Və belə bir məlumat qeyd eləmişdim ki, hələ Çingiz xan öz sağlığında olarkən əraziləri 4 oğlu arasında 4 ulusa bölmüşdü. Bu uluslardan biri də məhz onun böyük oğlu olan Cuci xana verilmişdi ki, hansı ki həmin ərazilər onun dövlətində Xarəzm, Şimali Qafqaz, Qıpçaq çölü, qərbə tərəf gələcəkdə işğal oluna biləcək bütün ərazilərin hamısı Cuci xana verilməli idi və Cuci xanın hakimiyyəti altında olan bu ərazilər onun ölümündən sonra Cuci xanın oğlu Batı xana verildi. Batı xan deməli hakimiyyətdə olduğu dövrdə hələ dövlət yaratmamışdan öncə bu ərazilərdə hakimlik edirdi və 1235-ci ildə Qaraqorum şəhərində qurultay keçirdi. Qaraqorum qurultayında bir sıra qərarlar qəbul edildi. Belə ki, Batı xan bu qurultayda verilmiş qərara əsasən Rus Qıpçaq çöllərinə və Cənub-Şərqi Avropa istiqamətində irəliləməyə qərar verdi. Bu məqsədlə də başladı özünün topladığı Monqol ordusu ilə yürüşlərə. Söhbət gedirdi artıq 13-cü əsrin 30 və 40-cı illərindən və burada Batı xan İdil Bulqarlarına yürüş edir, İdil Bulqarlarını tabe edir. Söhbət gedir İdil çayı sahilində yaşayan Bulqar tayfalarından, hansı ki İdil çayı indiki Volqa çayının qədim adlarından biri idi. Və buradakı Bulqarları tabe etdikdən sonra Rus knyazlıqlarını özdən asılı hala saldı. Batı xan onları özdən tabe etdi. 1240-cı ildə Kiyevin işğalını həyata keçirdi və Polşa istiqamətində diqqətini yönəltdi. Bundan sonra o 1241-ci ildə Polşa Alman qoşunlarını və Macarları məğlub etdi. Bununla da artıq onları məğlub etməklə 1241-ci il dönəmində Batı xan Polşa, Macaristan, Çexiya istiqamətində irəliləməyi bacardı. Onları özünə tabe etməyi bacardı. Və belə bir anda xəbər gəldi ki, Böyük Monqol xanı vəfat edibdi. Yeni bir xanın seçilməsi lazımdır və bu seçkilər zamanı onun bütün oğulları və nəvələri iştirak etməli idi. Bu məqsədlə geri qayıtmağa hazırlaşan Batı xan artıq İdil çayı sahillərində dayandı. Çünki yenidən xəbər gəldi ki, artıq Böyük Monqol xanı seçilibdi. Buna görə də Batı xan geri qayıtmadı və İdil çayı sahilində, yəni indiki Volqa çayı sahilində Saray Batı şəhərinin əsasını qoydurdu öz adına uyğun olaraq və 13-cü əsrin 40-cı illəri dönəmində yeni bir dövlətin Qızıl Ordu dövlətinin əsasını qoymuş oldu. Dövlətin paytaxtı Saray Batı şəhəri seçildi. Dövlətin sərhədləri əhatə edirdi Qərbi Sibir, Şimali Xarəzm, İdil boyu ərazilər, Şimali Qafqazı, Krım və Qıpçaq çölündəki torpaqları bu qədər böyük bir ərazini əhatə edirdi. Burada çadır ordu sözünü yazmışam, nə deməkdir? Ümumiyyətlə, Qızıl Ordu sözünün mənası nədir? Monqol dilində çadır sözünə ordu deyirdilər və xan çadırının üzəri qızılı rəngdə olduğu üçün də, yəni Qızıl Ordu dövlətində, buna görə də bu dövlət Qızıl Ordu adını almışdı. Onu bəzi mənbələrdə Cuci xanın nəslindən olan Batı xan yaratdığı üçün və bu nəslin nümayəndələri idarə etdiyi üçün Cuci ulusu da adlandırırlar. Bəzən Qızıl Ordu, bəzən Cuci ulusu adlanmışdır. 13-cü əsrin sonlarında artıq bu Qızıl Ordu dövləti tam müstəqil oldu. Niyə müstəqil deyirəm? Çünki 13-cü əsrin 40-cı illərində yarandığı dövrdə hələ Monqollardan asılı vəziyyətdə idarə olunurdu. Lakin artıq 13-cü əsrin sonlarına doğru bu asılılığa son qoyuldu. Qızıl Ordu deməli artıq tam müstəqilləşməsinə nail olur. Özbək xan hakimiyyət dövründə burada ad qeyd olunur, bir sıra hökmdarların adları. Özbək xanın dövründə o İslam dinini qəbul etdi və İslam dininin qəbul edilməsi ilə türkləşmə prosesi başa çatdı Qızıl Ordu dövlətində. Yəni Qızıl Ordu dövləti türk mənşəli bir dövlət idi. Burada dövlətin idarəetmə sisteminə gəldikdə dövləti Böyük xan adlandırılan hökmdar idarə edirdi. Qeyri-məhdud səlahiyyətə malik idi. Ali Məclis vardı, Ali Məclis və burada dövlət divanı var. Bilək ki, Ali Məclis məşvərətçi orqan idi. Buradan hər hansı bir məsləhətləşmələr aparılırdı. Ali Məclisin tərkibində ruhanilər, ulus xanları, hökmdar sülalə üzvləri, sərkərdələr və vəzirlər iştirak edirdilər.
Dövlət Divanı isə ali icra edici orqan idi. Biri var ali məsləhətçi orqan, bu ali məclisdir. Bir də var deyirəm ki, ali icra edici orqan, yəni qanunları icra edən orqan Dövlət Divanıdır. Dövlət Divanı iki hissəyə bölünürdü. Mülki işlər və hərbi işlərə. Mülki işlərə baş vəzir rəhbərlik edirdi. Hərbi işlərə isə deməli Bəylərbəyi rəhbərlik edirdi. Daha sonra burada baskaklar var. Vergi yığan məmurlar baskak adlanırdı. Biz bunu oxşarlaşdıra bilərik Ərəb dövləti ilə. Ərəb dövlətində də vergi yığan məmur amil adlanırdı ki, hər ikisində, yəni vergi yığan məmurların xüsusi bir ad daşıması məsələsi var. Testdə əgər sual düşərsə, amil və baskak oxşar cəhət nədir? Hər ikisinin vergi yığması deyə götürə bilərik. Tarixanlar var idi, bunlar yarlı qalırdı. Bunlar nə deməkdir? Yarlıq bir sənəddir, bir fərmandır ki, kimsə, deyək ki, mən məsəl üçün gedirəm, dövlətə müəyyən qədər ödədiyim məbləğ müqabilində bu ayki vergi toplama işinə mən nəzarət edirəm. Yəni, mən artıq insanlardan vergi toplamaq hüququnu almış oluram dövlətdən və bu cür artıq aldığım sənəd, mənə icazə hüququ verən sənəd yarlıq adlanırdı ki, bu sənəd yarlıq idi və mən bu yarlığı əgər ala bilirdimsə artıq tarixan adlanırdım. Çünki imtiyazlı şəxs hesab olunurdum. Gücü, qüvvəsi, səlahiyyətləri geniş olan bir şəxs hesab olunurdum. Yəni, bu cür sənəd yarlıqdır, yarlığı alan şəxs tarixan adlanırdı. Daha sonra, burada 1359-cu ildə Qızıl Ordu dövlətində Culci nəslindən olanların artıq hakimiyyəti sona çatdı. Başqa sülalə üzvləri hakimiyyətə gəlməyə başladı. Bundan etibarən artıq Qızıl Ordu dövlətində zəifləmə başlayır, məmur özbaşınalıqlara başlayır, xalqların narazılığı başlayır. Çünki tabe edilmiş ərazidə artıq üsyanlar qalxırdı və bu üsyanlar zamanı bu da Monqol ağalığına, yəni Qızıl Ordu dövlətinə böyük zərbə vururdu. Biz buna misal olaraq 1380-ci ildə Kulukova döyüşünü götürə bilərik. Hansı ki, vaxtilə Batı xan dövründə qeyd etmişdim ki, Rus knyazlıqları tabe edilmişdi və həmin Rus knyazlıqları Qızıl Ordunun zəifləməsindən istifadə edərək 1380-ci ildə Kulukova döyüşündə Qızıl Ordu xanı Mamay xanı məğlub etdilər və Mamay xanı məğlub edilməsi ilə artıq Rus knyazlıqlarının buradakı asıllığına son qoyulmuş olur. Lakin ardınca deməli Əmir Teymur tərəfindən Toxtamış adlı şəxs Qızıl Ordu dövlətində hakimiyyətə gətirilir, onun köməyi ilə hakimiyyətə gəlir və Toxtamış xan 1382-ci ildə Moskvaya yürüş edir, Moskvanı yandırır və Rus knyazlıqlarını yenidən özündən asılı vəziyyətə salmağı bacarır. Daha sonra 1395-ci il Terek döyüşü baş verəcək. Niyə? Çünki Toxtamış xan Əmir Teymurun köməyi ilə hakimiyyətə gəlməsinə baxmayaraq Əmir Teymurun özünə qarşı çıxmağa başlayır. Belə ki, Toxtamış xan Əmir Teymurun özünə asılı etdiyi torpaqlara başlayır işğalçılıq yürüyüşləri eləməyə. Bunu qəbul eləməyən Əmir Teymur Toxtamışla artıq müharibəyə başlayır. 1395-ci ildə Terek çayı sahəsində döyüş baş verir. Döyüş zamanı Toxtamış xan məğlub olur və Əmir Teymur qalib gəlir. Qızıl Ordunun şərq vilayətləri keçir Əmir Teymurun əlinə, yəni Teymur dövlətinin tərkibinə keçir. Artıq bu Əmir Teymur tərəfindən məğlub edilmə Qızıl Ordu dövlətini çox zəiflədir və onun parçalanmasına gətirib çıxarır. Və nəhayətində biz deyəcəyik ki, 15-ci əsr dövründə parçalanma baş verdi ki, Qızıl Ordunun ərazisindən Qazan xanlığı, Həştərxan xanlığı, Krım xanlığı və Noqay ordusu adlı ərazilər artıq ayrılıb, yəni özləri müstəqil hala keçməyə başladılar. Burada müəyyən bir müddət sonra Qızıl Ordu dövlətində hakimiyyətə Əhməd xan gəlir. Əhməd xan yenidən belə deyim, asılıqdan çıxmış Rus knyazlıqlarını yenidən geri qaytarmaq istəyir, onların ölkəyə tabe edilməsini yenidən təmin etmək istəyir. Bu məqsədlə də Qızıl Ordu xanı Əhməd xan 1480-ci ildə gedir Uqra çayı sahilində qarşılaşır Rus knyazlıqları ilə və qarşılaşma zamanı artıq o müqavimət göstərməkdən çəkinir. Nəticədə tarixə Uqra görüşü adı ilə düşən bu hadisə zamanı, bu proses zamanı Əhməd xan geri çəkildiyi üçün burada artıq Moskva knyazlığının və digər Rus knyazlıqlarının Qızıl Ordudan onun asıllığına tamamilə son qoyulur 1480-ci ildə. Ümumiyyətlə, Qızıl Ordu dövləti 16-cı əsrin əvvəlində süqut edir. Köhnə kitablar verirdi ki, 1502-ci ildə Qızıl Ordu dövləti süqut edir. İndi isə 16-cı əsrin əvvəl olaraq qeyd edirlər. Onsuz da ikisi də eyni zaman aralığına uyğun gəlir və burada Qızıl Ordu dövlətinin idarə olunması böyük yasaya əsaslanırdı. Yəni, Böyük Monqol dövlətinin zaten biz bilirik ki, asıllığında, onun ərazilərində meydana gəlmişdir Qızıl Ordu dövləti və Böyük Monqol dövlətinin qanunları eyni zamanda burada da keçərli idi.
Qızıl Ordu haqqında verəcəyim məlumatlar bu qədər oldu. Sağ olun, növbəti görüşənədək.